Yanlış düşüncələr ilk öncə əlaqədar olduğu sahələrə, ondan sonra isə digər sahələrə sirayət edir. Məsələn, kişi övladını öpməyi, ona nəvaziş göstərməyi eyib hesab edir. Atanın soyuq və rəsmi münasibəti nəticəsində övlad özünə inamsızlıq kompleksi ilə böyüyür. O da ataya qarşı eyni münasibəti göstərir. Bir gün İslam peyğəmbəri nəvələri Həsəni və Hüseyni dizləri üstündə oturdaraq nəvaziş göstərir. Bu zaman yanından keçən bir nəfər ona deyir: "Mən bu günə qədər övladımı bir dəfə də olsun öpməmişəm." Bunu eşidən peyğəmbər narahat olur və kişiyə bunun yanlış olduğunu bildirir. Valideynlərindən məhəbbət görməyən övlad həyatında əməllərlə ilk növbədə valideynlərinə zərbə vuracaq. Bu, bumeranq xüsusiyyətli münasibətdir. Övladınızla bağlı qəbul etdiyiniz istənilən qərar, atdığınız istənilən addım sonradan bu və ya digər formada sizə qayıdacaq.